Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizləri bu günlərim İsmail rayonunun özündən salamlayırıq. Gördüyünüz kimi İsmail rayonunda belə İsmaili Qəbələ yolunun üst tərəfində yerləşən belə möhtəşəm bir villamız satışa çıxmışdı. Altısotun tam içərisində yerləşən bu villamız satılır. İndi mən sizə villamızın ətraflı geniş təqdimatını göstərəcəm. Deməli, villamızın həyəti tam altısotdan ibarətdir. Həyətində indi hal-hazırda təmir işləri getdiyi üçün yerə daş döşənilir. Gördüyünüz kimi ardı olacaq. Bura villanın navesidir. Belə bir səliqəli gördüyünüz kimi çox möhtəşəm belə fərqli dizayn olan bir bağ evidir. Onu da qeyd edim ki, villanın arxasında hovuzu yerləşir. Sadəcə olaraq hovuz tam təmirli deyil. Mən sizə indi oranı 8-in 4-ə iri bir hovuzdur. Gördüyünüz kimi hovuz burada inşa edilib. Buradan hovuzdan arxa qapıdan içəri hovuza girmək üçün yer var. İndi isə mən sizə evimizin içərisini göstərəcəm. Gördüyünüz kimi evimizin içərisində bəzi işlər tamamlanıb. Evimizin içərisində, villanın içərisində daxil olanda ilk bizi qarşılayan zaldır. Gördüyünüz kimi. Zalda bütün demək olar ki, təmir işləri tamamlanmaq üzrədir. Aboy vurulub, hər bir şey yerə laminat döşənilib. Bura zaldır və onu da qeyd edim ki, evin qapıları da tam hazır vəziyyətdədir. Burada belə bir terrası mövcuddur. Qapılar hamısı bunlardır. Yəni aşağı və yuxarının qapıları. Buradan terrasdan birbaşa bayaq dediyim kimi hovuza çıxış mövcuddur. Belə. Birinci mərtəbədə gördüyünüz kimi belə sanuzellər mövcuddur. Gördüyünüz kimi bunlar bizim sanuzellərimizdir. Bunların da bütün qapıları hal-hazırda quraşdırılır. İkinci mərtəbə isə yataq otaqlarıdır. Pilləkən də demək olar ki, tam hazır vəziyyətdədir. Burada gördüyünüz kimi 4 yataq otağımız mövcuddur. Bura birinci yataq otağımızdır. Belə. Bura ikinci yataq otağımızdır. Yataq otaqların hamısı demək olar ki, təmirlidir. Bura üçüncü yataq otağımız. Üçüncü yataq otağımızdan çox gözəl bir mənzərə açılır. Gördüyünüz kimi belə dağlara açılan çox gözəl belə bir mənzərəsi vardı. Və onu da qeyd edim ki, ikinci mərtəbədə də sanuzel mövcuddur. Bura bizim sanuzelimizdir. Və burada dördüncü yataq otağımız ki, burada da son tamamlanma işləri gedir artıq. Demək olar ki, evin təmiri yekunlaşmaq üzrədir. Yəni alan adama belə deyək, təmir olunub. Tam şəkildə təhvil veriləcək. Bura isə ikinci mərtəbənin balkonudur, terrasıdır. Buradan da bax gördüyünüz kimi bütün İsmail rayonunu və möhtəşəm dağları seyr etmək mümkündür. Dəyərli izləyicilər, hörmətli izləyicilər, bu evimiz satılır, villamız satılır. Məlumat almaq istəyənlər, real alıcılar bizimlə əlaqə saxlasın. Endirimli qiymətə bu evi biz həmin insanlara təqdim edəcəyik. Çox münasib bir qiymətədir.